Komitə sədri Hicran Hüseynova bildirdi ki, Azərbaycanda 20 il əvvəl qəbul edilən gender bərabərliyinin təminatı haqqında qanunla yanaşı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də fəaliyyətə başlayıb. Azərbaycanda qadın hüquqlarının qorunması hər zaman dövlətin diqqət mərkəzində olub. Ölkə üzrə qadınların orta əmək haqlarının kişilərin orta əmək haqqına daha yüksək templə yaxınlaşmasının təmin ediləcəkdir. Və statistik göstəricilərdən görünür ki, biz bunu da yaxın vaxtlarda yəqin ki, daha da çox böyük bir dəyişikliklərə nail olacağıq. Ölkəmizdə ötən il qadınların iş yerlərində təmsilçiliyi 11%-dən 20%-ə yüksəlib. Dövlət qulluğunda isə qadınların payı 24% təşkil edir. Əgər 1999-cu ildə ilk bələdiyyə seçkilərində qadınların təmsilçiliyi 4% idisə, hazırda bu göstərici 39%-ə çatıb. Dövlət qulluqçuları arasında qadınların payı son 4 ildə 29%-ə çatmışdır. Və əgər desəm ki, hüquq mühafizə orqanlarında bu istiqamətdə nə qədər böyük tədbirlər həyata keçirilir, istəyir prokurorluq orqanlarında, daxili işlər orqanlarında, ədliyyə sistemində qadınların müəyyən mötəbər vəzifələrə irəli çəkilməsi və onlara diqqətin yetirilməsi çox belə hiss olunacaq dərəcədədir. Ali təhsil müəssisələrində də professor müəllim heyətinin 64,5%-i, rəhbər vəzifələrdə olan qadınların sayı isə 43%-dir. Məktəblərdə isə vəziyyət daha müsbətdir. Məktəblərdə müəllim heyətinin 81,2%-i, rəhbər heyətin isə 63,9%-i qadınlardır. Müzakirələr zamanı bildirildi ki, gender bərabərliyinin təmin edilməsinə nəzarət səlahiyyəti artırılmalıdır. Bu kontekstdə gender bərabərliyinin təminatı haqqında qanuna icra mexanizmi ilə əlaqədar olaraq bəzi maddələrin əlavə olunmasına ehtiyac var. Əli Rızayev, Mirəziz Mirəlioğlu, Könül Məmmədova, ASTV Xəbər.